Cinsi həyatı aktivdirsə, qadın yüngül hesab olunur, amma kişi daha cazibədar hesab olunur. Ən təhlükəli qadın cinsi ac olan qadındır. Bir çox televiziyada da hər hansısa bir işə düzəlmək istədikdə belə, mənə deyiblər ki, nə üçün? Əvvəllər belə şeylər danışılmırdı. Danışılmırdı, ona görə biz geri qalmışıq da. Nə qədər ki, siz qadınların mətbəxdə, tavadakı, qazandakı yeməklərə bənzədəcəksiniz, ona görə soğan, sarımsaq iyi gələcək nigahınızdan da, ailənizdən də. Hamı anadırmı? Hamı atadırmı? Mən ana tanıyıram ki, çox üzr istəyirəm, yeznəsinə gözü düşür. Bəs sizin yanınıza niyə gəlir? Bir şeylər hiss eləyir, nəsə. Demək olar ki, nə qədər qadın varsa nəslində, qadın tərəfdən, hamısı ilə münasibəti olur. Xala, nəvəsi, bibi qız nəsildə adam qalmayıb da, belə deyim, münasibəti olmasın. İnsanlar əgər doğru sual verib, doğru cavabları alsalar, bugünkü gündə də peyğəmbər ola bilərlər. Mənə görə müasir dünyanın peyğəmbəri Elon Musk və Stephen Hawking. Bunlar barədə 200-lüdə mütləq izləyin.